Salam, axşamınız xeyir, dəyərli izləyicilər, dəyərli şagirdlər. Bugün sizinlə söz verdiyim kimi din buraxılışında düşən, Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanında düşən riyaziyyat suallarının izahını verəcəm. Bugün sizinlə test 19-un izahını verəcəm. Burada da 25 sual var. Çalışaq, izləyək və axıra qədər dinləyək. Suallarımız, yəni burada imtahana düşən suallardır. Maraqlı suallardır, amma asan suallardır. Gəlin baxaq. Birinci sualımız belədir. Bizə deyir ki, B ən kiçik ədəd olarsa, böyüdək bunu biraz. B ən kiçik ədəd olarsa, B bölünsün 5 çıxaq A, 5 çıxaq A ədəd. Düzgün kəsir olması üçün A tam ədədi hansı şərti ödəməlidir? İndi biz bilirik ki, ən kiçik sadə ədəd hansıdır? Ən kiçik sadə ədəd 2-dir. Bunu da 5 çıxaq A şəklində yazıram. Bəs mənim kəsirim düzgün kəsir olması üçün kəsirin sürəti məxrəcindən kiçik olmalıdır. Məxrəci sürətindən də böyük olmalıdır. Yəni, sürət nədən kiçik olmalıdır? Məxrəcdən kiçik olmalıdır. Yəni, 5 çıxaq A, məxrəc böyük olur sürətdən. Aha. Buradan mən A-nı bu tərəfə keçsəm, 2-ni bu tərəfə keçsəm, olur 5 çıxaq 2, işarə qaldı yerində. Burada da A oldu. Burada oldu 3 böyükdür A-dan. Tərsində yazsaq A da kiçikdir 3-dən. A 3-dən kiçikdir. Cavab nədir burada? A variantı. A kiçikdir 3-dən. Aha. Davam edək. İkinci sualımızdan davam edirik. Burada bizə deyir ki, bir dənə düzbucaqlı üçbucaq çəkilibdir. Çəkək bu düzbucaqlı üçbucağı. Aha. Burada elə bir ki, mənə bura C-dir, bura A-dır, bura B-dir, bura pitonuzdur, buranı mənə B verib, buranı da mənə A veribdir. Alfa da haradır? Alfa da buradır da. Düzdür, şəkili biraz tərs çəkdim, olsun. Belə bir şəkil olsun. Və yaxud da gəlin elə şəkili olduğu kimi çəkək. C dəqiqə. Şəkili olduğu kimi çəkək. Aha, bir dənə düzbucaqlı üçbucaq çəkdik. Bunu götürək bu tərəfə. Adlandıraq. C, B, bura A-dır, bura alfadır. Bura A-dır, bura B-dir, bura C-dir. Mənə nə deyir burada? Burada deyir ki, sinus alfa üstə gələk. Kosinus, üzr istəyirəm. Burada sinus alfa vuraq. Kosinus alfanı hesablayın deyir. Alfa budur. Cavab. Sinus alfa nədir? Qarşıdakı katetin betonca nisbəti. Yəni A-nın C-yə nisbəti vurulsun. Kosinus nədir? Kosinus da bitişik katetin betonca nisbəti. Yəni bitişik katetdə B-dir, betonuzda C-dir. Aha. Burada bu da bərabər C-ni C-yə vursaq C-nin kvadratı, yuxarıda da A vuraq B olmuş olur. AB bölünsün C kvadratı. Hansı variantdır? Cavab D variantı. D variantı. AB bölünsün C kvadratı. Aha. Üçüncü sualımıza baxaq. Üçüncü sualımız da sadə sualdır. Üçüncü sualımız belədir. Tangens mənfi 4x bərabərdir 1 bölək kök altı 3. Lap bunu da mən belə yazıram. Kök altı 3 bölək 3 şəklində yazıram. Və burada mənfi qabağa gəlir. Mənfi tangens 4x bərabərdir kök altı 3 bölək 3. Hər tərəf mənfi 1'ə vursam tangens 4x bərabərdir mənfi 3'də kök altı 3. Və tangens x funksiyası tək funksiyadır. Buradan da 4x bərabər olur. Belə yazaq da arctangens mənfi 3'də kök altı 3 üstə gələk pk şəklində yazaq. İndi buradan da 4x bərabərdir. 3'də kök altı 3'ü tangens alır neçə dərəcədə? Alır, yəni 30 dərəcədir. 30 dərəcədə burada da mənfi olduğuna görə mənfi pi bölünsün 30 dərəcə 6'dır da. Üstə gələk pk. Mən buradan x-i tapsam, hər tərəfi 4'ə bölərəm. Mənfi pi bölək 24 olur. Üstə gələk pk bölünsün 4 şəklində olmuş olur. K daxildir burada z-ə. Demək hansı variantı? Cavab E variantı.
Burada elə bir ki, cavab E variantıdır. Davam edək değerli izleyicilerimiz. Burada dördüncü sualımız belədir. Kotangens alfa bərabərdir -1 olarsa deyir. Bu ifadə nəyə bərabərdir? Kosinus kubu alfa çıxaq sinus kubu alfa məxrəcdə sinus kubu alfa çıxaq 2 sinus kvadrat kosinus alfa deyir nəyə bərabərdir? Gəl belə deyək. Burada mən sürət məxrəci bax, kotangens nədir? Kotangens budur da. Kotangens alfa bərabərdir kosinus alfa bölək sinus alfa. Burada mən indi sürətin hər tərəfini kosinus sinus kubu alfaya bölərəm. Sinus kubu alfaya bölsəm kosinus kubu alfa bölək sinus kubu alfa olur. Bölək sinus kubu alfa. Çıxaq sinus kubu alfanı da bölürəm sinus kubu alfaya. Məxrəcdə də eyni zamanda hər tərəf sinus kubuna böldüyümə görə məxrəci də bölünməliyəm. Sinus kubu alfa bölünsün sinus kubu alfa çıxaq. Bunu da belə yazaq da. 2 sinus kvadrat alfa vuraq kosinus alfa bölək sinus kubu alfa. Bu da bərabərdir. Bu da bərabərdir. Burada kotangens kubu alfanı verdi sürətdə. Kotangens kubu alfa çıxaq 1 verdi. Məxrəcdə oldu 1 çıxılsın. Sinus kvadratın sinus kubu ilə 1'i gedir, qalır 2 kosinus alfa bölünsün sinus alfa. Kosinus alfa bölünsün sinus alfa. Bu da bərabərdir. Yuxarıda oldu kotangens kubu alfa çıxaq 1. Aşağıda da oldu 1 çıxaq 2 kotangens alfa olur. Bu da bərabərdir. Qiymətini qoyuram yerinə kotangensin. -1'in kubu çıxaq 1. 1 çıxaq 2 vuraq -1. Bu da bərabərdir. Burada oldu 1 üstə gələk 2. 1 üstə gələk 2. Yuxarıda oldu -1 çıxaq 1. O da bərabər -2 yuxarıda 3 də aşağıda. -3'də 2 cavab E variantı olmuş olur. 5-ci sualımıza baxaq. 5-ci sualımıza deyir ki, y bərabərdir -x'in kvadratı üstə gələk 4x ilə y bərabərdir 4-2 çıxaq 9 düz xətlərin kəsişmə nöqtəsini tapın. Düz xətlər kəsişəndə ondan y-ləri bərabər olur. Yəni ordinatları bərabər olur. Burada belə deyək. -x'in kvadratı üstə gələk 4x bərabərdir 4x çıxaq 9 olmuş olur. Sağ və sol tərəfdə 4x'lər var. Sağa sola keçirəndə 0 eləyir. Qaldı -x'in kvadratı bərabərdir -9. Buradan x'in kvadratı bərabər oldu 9'a. Buradan da aldıq x bir dəfə -3'ə bərabərdir. X bir dəfə də müsbət 3'ə bərabərdir. Gətirib x'in qiymətini yerinə yazıb bax burada. Y tapa bilərik. Bura x1, bura x2 deyək. O zaman y1 bərabər olur. X'in qiymətinə bir dəfə -3 deyirəm. -3 çıxaq 9. -12, -9, -21 eləyir. Y2 də deyirəm 4 vuraq 3 çıxaq 9. 4 dəfə 12 eləyir. 9 da çıxsaq 3 eləmiş olur. Demək x1 bir kökü x1 y1'dir, bir dənə həlli və digəri də x2 y2'dir də. İndi qiymətlərini burada qoyursan yerinə x1'in məndən neçədir? -3, -3, -21 və bir də müsbət 3 müsbət 3 şəklində olmuş olur. O da hansı variantdır? Cavab D variantıdır. D variantı. 6-cı sualımıza baxaq. 6-cı sualımız görək necədir? 6-cı sualımız sadə sualdır. Burada təbii ki şəkil çəkək. Burada bir dənə diametr çəkək. Digər tərəfdən belə bir çəkək şəkli. Gəl adlandıraq. A, O,
Bura O deyək, O deyək. Aha. B. Buranın 180 dərəcədir. 180 dərəcə. Bura 150 dərəcədir. Təbii ki, AOB bax bu bucaqdır da. Bura X-dir. X ilə 150-nin cəmi 180 eləməlidir. X üstə gələk 150 bərabərdir. Bucaq AOB-ni soruşur məndən. AOB bərabər sual. X ilə 150-nin cəmi 180 olmalıdır. Buradan X də bərabərdir 30 dərəcə olmuş olur. Cavab 30 dərəcə E variantı. Sonra davam edək burada 7-ci sualımızla. 7-ci sualımız belədir. Kubun diagonalı. Kubun diagonalı D bərabərdir. A kökaltlı 3-ə bərabərdir. Tərəfin kökaltlı 3 mislinə bərabərdir. Deyər diagonalı neçədir? Diagonal D bərabərdir. 4 kökaltlı 3 olarsa məndən həcmini soruşur. V bərabər sual. Burada A kökaltlı 3 bərabərdir 4 kökaltlı 3-ə. Burada kökaltlı üstləri ixtisar eləsək, burada nə olur? A bərabərdir 4 olmuş olur. Kubun həcmi də V bərabərdir A-nın kubuna bərabərdir. O da bərabər 4-ün kubu. O da 64 eləmiş olur. Cavab C variantı. 64. Bunu bildik. Keçək növbəti izahımıza, növbəti səhifəmizə. Sonra 8-ci sualımız belədir. Bizə deyir, iki oxşar çoxbucaqlının perimetrləri 70 cm. Tutaq ki, birinci çoxbucaqlının perimetri P1 70 cm-dir, P2 digərininki 80 cm-dir. Deyək ki, birinci çoxbucaqlının bir tərəfi, tutaq ki, bunun A tərəfi, A1 tərəfi deyək də 14 cm-dir. İkinci çoxbucaqlının uyğun tərəfini tapın. Yəni, buradan A2-ni tapın deyə bir sualdır. Bilirik ki, perimetrlər nisbəti P1-in P2-yə nisbəti uyğun çoxbucaqlılar oxşar çoxbucaqlardırsa, yəni uyğundursa, onların uyğun elementlər nisbətləri bərabərdir. Bərabərdir A1-in də A2-yə nisbəti olmuş olur. Qiymətlərini qoyuram yerinə 70 bölək 80 bərabərdir 14 bölək A2. Burada sıfırlar ixtisar getdi. 7 bölək 8 bərabərdir 14 bölək A2. 7 ilə də 14 ixtisar getdi. 1 bölək 8 bərabərdir 2 bölək A2 qaldı. Çarpaz vursaq A2 bərabərdir 2 vuraq 8. O da 16 olmuş olur. Cavab burada 16'dır. Cavab A variantı 16. 9-cu sualımıza baxaq. 9-cu sualımız belədir. M parametrinin hansı qiymətində mx üstə gələk 24 bərabərdir 0 tənliyinin həlli yoxdur. Gəl əvvəlcə bunu mx bərabərdir mənfi 24 şəklində salaq. Ax bərabər mənfi 5 şəklində olan xətti tənlikdə nə zaman tənliyin həlli olmurdu? B sıfırdan fərqli olanda, A sıfıra bərabər olanda. Demək ki, burada mənfi 24 zaten sıfırdan fərqlidir. Sıfıra bərabər deyil. Demək, burada bir dənə şərtimiz ödənməlidir. X-in əmsalı 0 olmalıdır. Yəni, M sıfıra bərabər olmalıdır. Demək, M-in hansı qiymətində? 0 qiymətində. Cavab D variantı 0. 10-cu sualımıza baxaq. Mənfi A kvadrat üstə gələk 5A 5A üstə gələk 1 ifadəsinin ən böyük qiymətini tapın. Ən böyük, ən kiçik qiymət bu düsturla hesablanır. 4AC çıxaq B kvadrat bölək 4A düsturu ilə hesablanır. Burada elə bir ki, A üstə yazıram. A bərabər mənfi 1, B bərabər 5, C də bərabər 1'dir. Qiymətlərini qoyursan yerinə 4 vuraq mənfi 1, vuraq C'miz də 1'dir. Çıxaq 5'in kvadratı. 5'in kvadratı. Burada da 4 vuraq. A'nın qiyməti neçədir? Mənfi 1'dir. Gəl qiymətini qoyaq yerinə. Mənfi 4 məxrəcdə. Sürətdə mənfi 4 ilə mənfi 25, mənfi 29 eləyir. Mənfini mənfiyə bölsək müsbət eləyər. 29'da 4'ə bölsək 7,25 eləmiş olur. Cavab C variantı 7,25. 11-ci sualımıza baxaq. 11-ci sualımız belədir. Bizə deyir x-in kvadratı çıxaq 5x üstə gələk 4 kiçik bərabər 0 bərabərsinin natural həlləri cəmini tapın. Gəl bunu bərabərsiz şəklində həll eləyək. Hasili müsbət 4 cəmi mənfi 5 olan 2 ədəd var. 2 çıxaq 4, 2 çıxaq 1, kiçik bərabərdə 0-a. Buradan sıfırlarını tapırsan. X bərabər 4, x bərabər 1. Ədəd oxuna kiçikdən böyüyə düzürsən və burada bərabər halda olduğu üçün içi dolu götürülür. Yəni
1 ilə 4 dolu götürülür. Kiçikdən böyüyə düzdük ədədləri. Sonra aralıqlara bölürük. Müsbət, mənfi, müsbət. Onda hardan bilirik? X-in əmsalı 1-dir, X-in əmsalı 1-dir. 1-i 1-ə vursam 1 eləyər, o da müsbətdir. Yəni 0-dan böyükdür. Müsbətlə başlayır. Mənfi ilə müsbətlə davam edir. Bizdən nəyi soruşur? Kiçik bərabər 0 burada hansı ədədlərdir? 1 ilə 4 arasında yerləşir. Bizdən natural həllərin cəmini soruşur. Burada natural ədədlər 1-dir, 2-dir, 3-dür, 4-dür. Hamısı daxildir. 1 ilə 2, 3, 3, 6, 10 eləyir də. Cavab burada 10'dur. Açıq sualdır. Davam eləyək. 12-ci sualımızdan davam edirik. Bizə deyir ki, müstəvini kəsməyən AB, ya bir dənə müstəvi çəkək. Müstəviyə A düz xətti kimi də baxa bilərik. AB parçasının uclarından, bax, müstəvini kəsməyən bir dənə AB parçası çəkirəm. Burada A1 təbii ki böyükdür. Gəl A1'i buradan yazaq. A deyək ki, uclarından, AB parçasının uclarından M orta nöqtəsindən müstəvi A1, B1, M1 nöqtələrində kəsən paralel düz xəttlər çəkilmişdir. Nəysə, belə bir A buradır, B buradır. Bura B1 olur, burada A1 olur. Orta nöqtəsi, bax, AB parçasının orta nöqtəsi M'dir. M-lə də paralel, belə deyək də, nöqtələrindən kəsən paralel düz xəttlər çəkilmiş. Bunlar bir-birinə paraleldir. Burada M1'dir. İndi burada nə var? Bizə deyir ki, A1 7'dir. Bura 5'dir. M1 5'dir. Məndən soruşur B, B1. Bura X olsun. Təbii ki, burada bir yıxılmış trapesiya var. Trapesiyanın orta xətti, yəni 5 bərabərdir. Oturacaqlar cəminin yarısını. Burada X plus 7 bərabərdir. 2 vuraq 5. O da bərabər 10. X də bərabərdir 3 eləyir. Demək, burada B, B1 nəyə bərabərdir? B, B1 bərabərdir 3'ə. Cavab burada 3'dür. Davam edək. Neçənci sualdır? 13-cü sualımızdan davam edirik. Loqaritma 5 əsasdan 1000 çıxaq. Loqaritma 5 əsasdan 3 vurulsun loqaritma 3 əsasdan 8. Əvvəlcə gəlin belə bir şey deyək. Loqaritma A əsasdan B vurulsun loqaritma B əsasdan C vurulsun loqaritma C əsasdan D bərabərdir. Bax, dəyərli izləyicilər, burada elə belə ixtisar eləyə bilirik biz bunu. İxtisar elədik. Burada qalır loqaritma A əsasdan, burada da D qaldı. D. İndi o cür yanaşsaq, bax, burada biz bunları ixtisar eləyirik. Bu bərabər olur loqaritma 5 əsasdan 1000 çıxaq. Burada da oldu loqaritma 5 əsasdan 8 oldu. Aha. Bu da bərabərdir. Loqaritma bir də loqaritma A əsasdan B çıxılsın loqaritma A əsasdan C bərabərdir. Bu loqaritma A qalır B bölünür C-yə. Yəni bu keçərlidir. İndi biz burada bu cür yanaşsaq, loqaritma 5 əsasdan qalır 1000 bölünür 8-ə. Bu da bərabərdir. Loqaritma 5 əsasdan 125 eləyir. 5 əsasdan 125. O da bərabərdir. Loqaritma 5 əsasdan 125 5'in kubudur. O da bərabərdir. 3 keçir qabağa. Loqaritma 5 əsasdan 5. O da bərabər 3 vuraq 1. O da 3 eləmiş olur. Yəni, belə deyək də, loqaritma A əsasdan A1'ə bərabərdir. Əsas burada 5 əsasdan 5 1 elədi. Burada cavab 3'dür təbii ki. 14-cü sualımıza baxaq. 14-cü sualımız belədir. Bizə deyir ki, idman malları mağazası aksiya keçirir. İxtiyari bir idman kostyumu 600 manatdır. Hansısa kostyum götürsən götür, 600 manatdır. 2 kostyum alana ikinci kostyum üçün 80% endirim eləyir. Deyək ki, mağazin sahibi 2 kostyum aldıqda neçə manat pul ödəməlidir. Adam bir dənə kostyum alır. Ya belə deyək də, birinci kostyum. Nə qədər pul verir? 600 manat pul verir.
İkinci kostyumu alanda buna 80% indirim olmalıdır. İkinci kostyum. İkinci kostyum alanda kostyumun qiyməti 600 manatdır. Onu da 80% indirim eləyəndə kostyum indirim eləməmişdən bax 100% idi. 100%. Ondan 80% indirim olanda 20% orada. Yəni 600-ün 20%-ni tapırıq. Onu da %20-yə vururuq. Bundan ixtisar getdi. 120 eləmiş olur. Elə bir ki 2 dənə kostyum aldı adam. Birinə 600 manat pul verdi. Digərinə də 120 manat pul verdi. Cəmi 720 manat pul vermiş olur. Cavab burada 720 manatdır. 15-ci sualımıza baxaq. 15-ci sualımız belədir. 20-nin üstü n, 2-nin üstü 2n plus 1, vuraq 5-in üstü n minus 1. Bu bərabərdir. Bunu belə yaza bilərəm. 20-ni yazaram. 4 vuraq 5 kimi. 4 vuraq 5 kimi üstü n. Bunu da yazaram 2 vuraq 2-nin üstü n. Üstə gələk. Bunu da yazaram 5-in üstü n bölək 5 kimi yaza bilərəm. Bu da bərabərdir. Bu da bərabərdir. Burada olur. Bu 4'ü də yazaram 2'nin. Bu da nəyə bərabərdir? 4'ün üstü n vuraq 5'in üstü n olur. Məxrəsdə yenə 2 vuraq 2'nin üstü n vuraq. Üstə gələk 5'in üstü n bölək 5. Bu da bərabərdir. 4'ü yazaram 2'nin kvadratı. 2'nin kvadratının üstü 2 üstü n. Üstü n. Vuraq 5'in üstü n. Məxrəsdə də 2 vuraq 2'nin üstü n. Üstə gələk 5'in üstü n bölək 5. Bu da bərabər. 2'nin üstü 2n olur. Vuraq 5'in üstü n. Burada da oldu 2 vuraq. Təbii ki burada vurmadı. Biz niyə üstə gələk yazmışıq? Burada vurmadı. Burada da vurmadı. Aha, burada da vurmadı. Aha. Burada vurulacaqdı 5'in üstü n bölək 5'ə. Bu da bərabər. 2'nin üstü 2 vuraq 2'nin üstü n də buradadır. Aha. Bu da vurmadır. Vurma olduğuna görə belə olur da. 5 qalxır yuxarı. 5 vuraq 2'nin üstü 2n vuraq 5'in üstü n. Məxrəsdə oldu 2 vuraq 2'nin üstü n vuraq 5'in üstü n. Bu da bərabər. Bu da bərabər. Burada elə bir ki nələr ixtisar getdi? Bunlar ixtisar bir dəqiqə. Bunlar ixtisar getdi. Bir də bunlar ixtisar getdi. Qaldı 2'də 5. O da bərabərdir. 2,5 olmuş olur. Cavab burada 2,5'dir. Davam eləyək. 16-cı sualımızla davam eləyirik. Burada elə bir ki 15'in üstü x üstə gələk 15'in üstü x üstə gələk 15'in üstü x bərabərdir. 3'ün üstü x üstə gələk 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 3'ün üstü x 375. Sonra burada sürəti yazaram. 15'in üstü x-dən 3 dənədir. 3 vuraq 15'in üstü x. Məxrəsdə də 3 üstü x-dən 5 dənədir. 5 vuraq 3 üstü x yazıram. Bərabərdir 375. Aha. Burada elə bir ki mən 3 vuraq 15'i yazaram. 3 vuraq 5'in üstü x yazaram. O da eləyir belə də 3'ün üstü x. 3'ün üstü x vurulsun. 5'in üstü x olmuş olur. 5 vuraq 3'ün üstü x bərabərdir 375. İndi bax buradan nələri ixtisar edə bilərəm? Burada 3'ün üstü x-lər getdi. 3 ilə 375 ixtisar gedir. Burada 1 qalır. Burada qalır 125. 125. Aha, elə bir ki oldu belə. Sürətdə oldu 5'in üstü x. Məxrəsdə oldu 5 bərabərdir 125. Bu da oldu 5'in üstü x minus 1. Bunun üstü 1'dir da. Böləndə üstlər çıxılır. Bərabərdir 125 də 5'in kubu deməkdir. Yəni x minus 1 bərabərdir 3. Əsaslar bərabərsə qüvvətlər də bərabərdir. X də bərabər 3 üstə gələk 1 bərabər 4 olmuş olur. Cavab burada 4'dür. 17-ci sualımıza baxaq. 17-ci sualımız belədir. Ədədi silsilədən söhbət gedir. A2 üstə gələk A6 bərabərdir 12 verib. Məndən A4'ü soruşur. Nə edərik? Bax uşaqlar. N bərabərdir. AN çıxaq K üstə gələk AN üstə gələk K
bölək 2 düsturu ilə hesablanan bir düsturumuz var idi. Burada elə bir ki, AN minus K ilə AN plus K AN-dən eyni məsafədə olmalıdır. Yəni A4 burada bərabər olur. A4 burada bərabər olur nəyə? A2 ilə A6-nın cəminin yarısı. Bax, elə bir ki, indeksləri toplayıb yarı böləndə burada A4'ü verməlidir. 2 ilə 6-nın cəmi 8. 8 də yarıya bölsək bu 4'ü verir. O zaman belə yaza bilərik. Buradan alıram ki, A2 üstə gələk A6 bərabərdir 2A4. Bunu da yazdıq. İndi buradan alıram 2A4 bərabərdir A2 üstə gələk A6. Təbii ki, bu da məndə 12'dir. Gətirib qiymətin yerinə yazıram. Bax, 2A4 bərabərdir. 2A4 nəyə bərabərdir? 12'yə. 12'yə. Bu 12'dir də. A4 də bərabərdir. 12 bölünür 2'yə. O da 6 eləmiş oldu. Cavab burada 6'dır. 17-ci sualımız da bitdi. 18'ə baxaq. 18-ci sualımız sadə sualdır. M çoxluğunu verib mənə 2, 3, 4, 5, 6, 2, 3, 4, 5, 6. Bir də n çoxluğunu verib mənə. N çoxluğun 3, 5, 7, 9, 11, 3, 5, 7, 9, 11. Aha, bunları verib. Bir də 13 veribdi. 3, 5, 7, 9, 11, 13. Aha, burada məndən nə soruşur? N çıxaq M çoxluğunu soruşur. Çoxluğunu müəyyən edin. Gəl müəyyən edək. Bax, elə bir ki, N-dən M-i çıxıram. N-dən burada 3 var, burada da 3 var. 3'ü çıxdıq. Burada 5 var, burada da 5 var. 5'i çıxdıq. Başqa varmı burada? Xeyr, yoxdur. Yəni N çoxluğundan M çoxluğunun olan elementlərini çıxırıq. Burada heç nə qalmadı. Burada qaldı belə 7, 9, 11, 7, 9, 11, bir də 13 qaldı. Cavab burada 7, 9, 11, bir də 13 olmuş olur. 18'i yazdıq. 19'cu sualımıza baxaq. Digər səhifəyə keçək. Aha. 19'cu sualımız maraqlı sualdır və sadə sualdır. Biraz da belə deyək də yanaşmaq lazımdır burada. Fərdi yanaşmaq lazımdır. A kvadrat plus 29 çıxaq kök altında A kvadrat üstə gələk 5 bərabərdir 4 olarsa, burada mənə deyir ki, A kvadrat üstə gələk 29 üstə gələk A kvadrat plus 5'i təyin edin görə ifadəsinin qiymətini hesablayın. Bax, mən bilmirəm bu nəyə bərabərdir. Buna bir x deyirəm. X deyirəm və bunları vururam. Elə bir ki, bir-birinə vururam. Gəl vuraq. Elə bir kök altda A-nın kvadratı üstə gələk 29. Çıxaq kök altda A-nın kvadratı üstə gələk 5. Bu çıxağı vurulur toplamasına. A-nın kvadratı üstə gələk 29. Üstə gələk A-nın kvadratı üstə gələk 5. Üstə gələk 5. Bərabərdir. 4'ü də x-ə vuranda 4x olur. Bu ifadəyə A desəm, bu ifadəyə B desəm, bu ifadəyə A, bu ifadəyə B. A minus B, A plus B nəyə bərabərdir? A kvadrat çıxaq B kvadratına bərabərdir. Elə bir ki, burada olacaqdır. Kök altında A kvadrat plus 29'un kvadratı çıxaq. Kök altda A-nın kvadratı üstə gələk 5'in mötərizə kvadratı bərabər 4x-ə. Burada olur A kvadrat A kvadrat plus 29 çıxaq A kvadrat plus 5'də, yəni kökün altından çıxır da, belə deyək. Kökün altından çıxdı, bərabərdir 4x-ə. Təzədən yazsaq bunu. A-nın kvadratı üstə gələk 29. Mötərizə qarşısında mənfi olanda işarələr dəyişir. Çıxaq A kvadratı, çıxaq 5 bərabər 4x. Buradan bir şeyin mənfisi ilə müsbəti 0 elədi. 29'dan 5 çıxsaq 24 bərabərdir 4x. 4x bərabərdir 24. X-i də tapsam 24'ü 4'ə bölürəm. O da neçə eləyir? 6. Demək bu ifadə x-ə bərabər idi. Onda neçə tapdıq? 6.
Cavab burada 6'dır. Sonra 20-ci sualımıza baxaq. 20-ci sualımız burada 2 dənə cavab var. O birilərini yazmayacağım. Bir B variantı uyğundur. Niyə görə? Deyir hansı doğrudur? 9'da 4. Həqiqi ədədlər çoxluğunda götürsək bu nəyə bərabərdir? 3-2-yə bərabərdir. Digər tərəfinin D variantı da doğrudur. Kök altından -36. Bu həqiqi ədədlər çoxluğunda doğru deyil. Kompleks ədədlər çoxluğunda bu doğrudur. Mən bunu belə yazaram. 36 vuraq i-nin kvadratı yazaram. 36 i-nin kvadratı da nəyə bərabərdir? 36 i-nin kvadratı da bərabərdir. 6 i eləmiş orada. 6 i kökün altından çıxır. Və salam da. Yəni burada iki variant uyğundur. B variantı və bir də D variantı uyğundur. 21-ci sualımıza baxaq. 21-ci sual. Daxili bucaqların cəmi 9 dərəcə olan qabarıq çox bucaqlının neçə tərəfi var? Qabarıq çox bucaqlının daxili bucaqların cəmi hansı düsturuna hesablanırdı? 180 dərəcə vuraq. n-2 düsturu ilə hesablanırdı. Bu cəm neçədir? 9 dərəcədir. Neçə tərəf var? N-i tapmaq lazımdır da burada. Burada ixtisar eləsək 9 ilə 180-ə n çıxaq 2. Burada neçə qalır? 5 qalır. 9 180-ə bölündə 5 eləyir. Buradan da n-i tapsaq 5 ilə 2 toplanılır. Neçə eləyir? 7 eləmiş olur. Cavab burada 7-dir. 22-ci sualımıza baxaq. 22-ci sualımız maraqlı sualdır. 22-ni buradan yazıram. Bizə deyək cədvəldə ingilis dili kursunun ümumi biliklər və IELTS qruplarında iştirak edən qız və oğlanların sayı göstərilmişdir. IELTS qrupundakı qızların sayı ümumi biliklər qrupundakı oğlanların sayının hansı hissəsini təşkil edir? Belə deyək, bax burada bu cədvəldə bir dəqiqə görün bunun üzərində iş apara bilirəmmi? Bu qalsın ya da. Bax elə bir ki, ümumi biliklərdə oğlan sayı, bax oğlan sayı 3y-dir, qız sayı ümumi biliklərdə 6x-dir. Cəmi də cəmi nə qədərdir? 90 nəfər. Eyni zamanda IELTS-də də oğlan sayı y-dir, oğlan sayı, qız sayı x-dir, cəm də neçə şagird var burada? 20 nəfər də burada var. İndi bax bunların cəmi elə bir ki 3y üstə gələk 6x bərabərdir 90-a. Digər tərəfdən də y-lə x-in cəmi bərabərdir 20-yə. Oğlanla qızın cəmi 20-dir. Oğlanla qızın cəmi burada 90-dır. Bunları sistemdə həll eləyək. Alt-alta çıxsaq. Belə eləməyək də bunu. Necə idi? Olduğu kimi yazaq. Hələ çıxmayaq. İndi bax mən yuxarını 3-ə bölürəm. 3-ə bölsəm qalır y. Üstə gələk 2x bərabərdir 30. Y üstə gələk x-i də aşağıdan yazıram bərabərdir 20. İndi çıxa bilərəm. Çıxsam burada nə baş verəcək? Y-dən y-i çıxsam 0. 2x-dən x-i çıxsam x bərabərdir 30-dan da 20-ni çıxsam 10 eləmiş olur. X burada 10-dur. Y bax burada. Y plus x-in yerinə 10 yazıram bərabərdir 20. Y də bərabərdir burada 10 olmuş olur. İndi x-dən y-i tapdıq biz. Bizə nə deyir? Bizə deyir ki IELTS qrupundakı qızların sayı, IELTS-də qızların sayı neçə nəfərdir? Bax, IELTS-də qızlar x-dir, o da bərabər 20 nəfərdir. Sonra deyir ki, ümumi biliklərdəki oğlanların sayı, ümumi biliklərdəki oğlan sayı da 3y-dir. O da bərabər 3 vuraq 20, yox, üzr istəyirəm, burada y-in qiyməti 10-dur da, 3 vuraq 10, bərabərdə 30 olmuş olur. Bir də baxaq, IELTS qrupundakı qızların sayı, IELTS qrupundakı qızların sayı x-dir, 20-dir. Ümumi biliklər qrupundakı oğlanların sayı, ümumi biliklər, oğlan sayı nə qədərdir? 3y-dir. 3 vuraq 10, o da bərabər 30 olmuş olur. Sayının hansı hissəsini təşkil edir? Təbii ki, burada elə bir ki, x-in 3y-ə nisbətini soruşur da. X burada 20-dir. Y də 30-dur. Ona ixtisar eləsək 3-də 2 qalır. Cavab 3-də 2. Aha, bunu da bitirdik. Neçənci sualımız qalıb? 23-cü. 23-cü sualımıza baxaq. Bizə deyir sahəsi
108 santimetrin kvadrat olan trapesiyanın oturacaqlarından biri hündürlüyündən 3 santimetr böyük, digəri isə 9 santimetr kiçik. Trapesiyanın hündürlüyünü tapın. Bir dənə trapesiya çəkək. Aha, bura elə bir ki, hündürlükdə çəkək. Adlandıraq. A, B, C, D. Burada hündürlükdür. Burada H deyək. Bax, hündürlüyə H deyirəm. Deyir, oturacaqlarının biri hündürlüyündən 3 santimetr böyük, digəri isə 9 santimetr kiçikdir. Bax, kiçiyi bu olsun da BC. Hündürlükdən 9 santimetr kiçikdirsə, H çıxaq 9 yazıram. Bu da böyük oturacaqdır. O da elə bir ki, hündürlükdən 3 santimetr böyükdür. Yəni, H üstə gələk 3-ə. Sahəm mənim nəyə bərabər? Sahə bərabərdir. BC üstə gələk AD bölək 2 vuraq BH-a bərabərdir də. BH-a bərabərdir, o da 108-dir. Gəlin qiymətlərini qoyaq yerinə. Bax, elə bir ki, BC məndə H çıxaq 9-dur. Sonra üstünə AD gəlirsən, H üstə gələk 3. Bölürsən 2, BH da H-dır, bərabərdir 108. İndi burada H ilə H 2H eləyir. Çıxaq, mənfi 9 ilə 3, mənfi 6 bölünür 2-yə, vuraq H-a bərabərdir 108-ə. Bunu hədbəhəd 2-yə bölsən, burada H qalır, çıxaq, burada 3 qalır. Onu da H-a vursan, bərabər 108. Dəyərli izləyicilər, baxın burada kvadrat tənlik alıb orada köklər filan tapdığımızı sadə yolu var. Bunun sadə yolu nədir? Bax, elə ədədlər götürün ki, biri H-dir, biri ondan 3 vahid əksikdir. Biri digərinə 3 vahid əksik 2 ədədin hasili 108 isə o ədədlər hansıdır? Təbii ki, 12 ilə 9-dur da. Yəni, burada H 12 olub ki, 12-dən 3 çıxanda 9 eləyib, 9 da 12-yə vuranda 108 eləyib. Demək, burada H neçə imiş? 12 imiş. Cavab burada 12-dir. 24-cü sualımıza baxaq. 24-cü sualımız ehtimal sualıdır. Bax, torbadan gedir söhbət. Bir dənə torba götürürəm. Belə bir torba götürürəm. Torbada bir neçə dənə qara var. Bilmirəm. X qara. 3 dənə sarı, 5 dənə də mavi var. Mavi kürəcik var. Çıxarılan bir kürəciyin qara və ya mavi olması hadisəsinin ehtimalını tapın. Əvvəla bilək ki, cümlədə və ya varsa ehtimallar toplanır. İndi bax, belə deyək də, ehtimal nəyə bərabərdir? Ehtimal bərabərdir əlverişli halların mümkün hallara nisbətinə bərabərdir də ehtimal. Belə deyək. İndi gəl, bax, birinci ehtimalı tapaq. Tutaq ki, bir kürəcik çıxardıram, onu qara çıxır. Torbadan bir dənə kürəcik çıxardıram, qara çıxır. Burada mümkün hallar hansılardır? Mümkün hallar hamısı ola bilər. Yəni, x üstə gələk 3, üstə gələk 5. Mümkün halları topladım. Bəs əlverişli hallar hansıdır? Yəni, mən qara istəyirəmsə, əlverişli hal burada x dənə qara varsa, x çıxa bilər də. Və ya. Deyirəm ki, qara çıxmasın, mavi çıxsın da. İndi tutaq ki, qara çıxmadı və ya mavi çıxa bilər. Yəni, qara çıxsa da mənə sərf eləyir, mavi çıxsa da sərf eləyir də, belə deyək. Yenə burada ümumi hal x üstə gələk 3, üstə gələk 5. Mavinin ümumi sayı 5'dir. Bu da ehtimal olarak 0,75'dir. Onu da 4'te 3 yazıram mən. Burada eləyir x plus 8. X üstə gələk x plus 8'də 5 bərabərdir 4'te 3. Burada x plus 8 ortaq məxrəcdir. X plus 5 sürətdə olur. Bərabərdir 4'te 3. Çarpaz vursaq biz bunları. Çarpaz vursaq burada olur 4x üstə gələk 20 bərabərdir 3x üstə gələk 24. Buradan 4x çıxaq 3x bərabərdir 24 çıxaq 20. X də bərabər olur 4'ə. Demək burada mənim qara sayım x idi. O da 4 dənədir. Cavab 4'dür burada. Nəhayət 25-ci sualımızdan yekunlaşırıq. 25-ci sualımız belədir. Oturacağının radiusu 5 cm-ə bərabər olan konusun ox kəsiyi düzbucaqlı üstbucaqdır. Konusun tam səthinin sahəsini tapın. Gəlin bir dənə konus çəkək. Konus belədir də.
Belə bir konus çəkdik. Adlandıraq A, B, C. Deyir ki, radiusu 5'dir. Bax, bura 5'dir, bura da 5'dir. Yer R'dir da, yer R. Burada L'dir da, L. Doğrandır. İndi deyir, ox kəsiyi düzbucaqlı üçbucaqdır. Bax, bu düzbucaqlı üçbucaqdır. Özdə bərabər yanlı düzbucaqlı üçbucaqdır da. Konusun, yəni doğranları burada bərabərdir. Konusun tam səhvinin sahəsini soruşur. Bunun üçün mən nəyə bilməliyəm? Burada L nəyə bərabərdir? 5 kök altı 2'yə. Çünki bərabər yanlı üçbucaqda oturacaq burada AC-dir. Bax, elə bir ki, belədir də. Bax, bu düzbucaqlı üçbucaq belədir. Bura 10'dur. 5, 5, 10'dur. Bura 5 kök altı 2 olmalıdır ki, 5 kök altı 2 olmalıdır ki. Oturacaq, yəni bərabər yanlı düzbucaqlı üçbucaqda hipotenuz, yəni 10. Katetin kök altı 2 misinə bərabər. 5 kök altı 2'ni kök altı 2'yə vuranda 5 vuraq 2, 10 edir də. Ona görə mən burada doğranı neçə götürdüm? Doğranı 5 kök altı 2 götürdüm. Bunu bildik. İndi bizə deyir, nəyə tap? Konusun tam səthinin sahəsini tap. S tam bərabərdir nəyə? Pi r kvadrat oturacağının sahəsi. Bir də yan səthinin sahəsi pi r l. Bununla hesablanır. Bu bərabərdir. Pi vuraq r 5'dir. 5'in kvadratı. Üstə gələk. Pi vuraq r 5 kök altda 2'dir. Yox. R 5'dir. R 5'dir. O birisi də 5 kök altda 2'dir. O doğran. Bu da bərabərdir. 25 pi üstə gələk. 25 kök altda 2 pi olmuş olur. Bu da bərabərdir. 25 pi'ni çıxardaram mötərizə xaricinə. Burada 1 üstə gələk. Kök altda 2 olmuş olur. Cavab burada. Cavab burada. 25 pi 1 üstə gələk kök altda 2 olmuş olur. Belə dəyərli izləyicilər, izlədiyiniz üçün təşəkkür edirəm. Bəyənsək, abunə olaq. Yəni belə deyək də, biz əziyyət çəkirik. Bir videonun başa gəlməsi üçün 40 dəqiqə, 45 dəqiqə, 1 saat danışırıq, misal həll edirik. Əgər bəyənsək, abunə olaq, paylaşaq. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ ol.